Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-sında NATO nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətində Türkiyə, Yunanistan, Macarıstan, Montenegro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATOdakı daimi nümayəndələri, həmçinin Amerika Birləşmiş Ştatları və Fransanın NATOdakı daimi nümayəndələrinin müavinləri daxildir. NATO nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul olunmasının əhəmiyyətini vurğulayan Türkiyənin alyansdakı daimi nümayəndəsi Basat Öztürk, dövlətimizin başçısının NATO mənzil qərargahına səfərlərini məmnunluqla xatırladı. O, Azərbaycanın hazırki inkişafının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə daha da gücləndiyini vurğuladı. Qonaqlar Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıblar. Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı bu məsələdə Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trumpın xüsusi rolunu qeyd elədi və əldə olunmuş razılaşmaların regionun inkişafı üçün geniş imkanlar açdığını dedi. Prezident İlham Əliyev də öz növbəsində NATO mənzil qərargahına səfərlərini xatırladaraq qeyd etdi ki, Əfqanistandakı əməliyyatlara dəstək Azərbaycan-NATO əməkdaşlığının vacib hissəsi olsa da ölkəmizlə alyans arasında regional inkişaf, enerji təhlükəsizliyi və digər istiqamətlər üzrə əməkdaşlıq da gündəmdədir. Dövlətimizin başçısı Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğuladı. Bu xüsusda ölkəmizlə alyans arasında əlaqələrin genişləndirilməsinin roluna toxundu. Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədimizə çatdığımızı, torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayaraq qeyd etdi ki, ordumuzun müasirləşdirilməsi prosesi bundan sonra da davam edəcək. Dövlətimizin başçısı NATO nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına ümidvarlığını bildirdi. Söhbət zamanı Azərbaycan NATO'nun dəyərli tərəfdaşı olduğunu vurğulandı. Silahlı qüvvələrimizin Əfqanistanda qətiyyətli dəstək əməliyyatlarındakı xidmətləri, bu xüsusda ölkəmizin regional nəqliyyat və logistika mərkəzi kimi töhfələri yüksək qiymətləndirildi. Sülh məramlılarımızın Əfqanistanı sonuncu tərk edən hərbi qulluqçular olduğu qeyd edildi. Azərbaycanın alyans üzvləri ilə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinə toxunuldu. NATO'nun sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində ölkəmizin 1994-cü ildən alyansın proqramlarından fəal iştirak etdiyi bildirildi. Görüşdə Azərbaycan-NATO əməkdaşlığının perspektivləri müzakirə olundu. Regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparıldı.